Deməli, burada baxanda görürük ki, 3 dənə göy var, 3 qırmızı var, 2 dənə sarı var. Deməli, sarı olmalıdır. İkinci məsələ, deməli, ortadakı hamısı eyni rəngdə olur. O baxımdan da boz olmalıdır. Çünki sarının içindəki bozdur. Boz, qara, ağ rəngi nəzərdə tutur. Qara, ağ, boz rəngi olacaq, eləmi? Onda Bəli, ağ məsələn, dedik. baxın, qırmızılarda ağ damsı, göylərdə hamısı qaradır. Deməli, sarılarda da hamısı boz olacaq. Əla. Bir də ki, birincinin, deməli, birinci fiqurun forması üçüncüdə görsə içəridə çıxır. Deməli, eyni olmalıdır. O baxımdan da cavab buradakı ikincidir. Hərəsinin Üçüncü. üçüncüdür. Hərəsinin Üçüncü, mən üçüncünü yazmışam, bəli. Mən də fiqurlarda üçüncü yazmışam. hərəsi bir formadadır. Birinci sətirdə bu çıxıntı olan buradadır. Burada ikinci şəkildədir. Üçüncü sətirdə həmin şəkil yoxdursa, biz gərək burada götürək. Yəni hansında bu variantda. Və bu fiqurdan birincidə var, ikincidə var, üçüncüdə də bu deyil. Üçüncüdə də var. Digərinə baxsaz, burada var, burada var və burada da var. Ona görə cavab üçüncü olacaq. Deməli, bu sualda birinci sətirdə bir xətt var. Burada 2 xətt var, 3 xətt var. Baxırıq ki, buradan 1 dənədir, iç-içə 2 dənədir, iç-içə 3 dənədir. Burada 1 dənədir, 2 dənədir, olmalıdır, iç-içə 3 dənə olan variant. Deməli, bu sualda qanuna uyğunluq belədir. Birinci sətirdə plusa baxıram ki, sağa təqrəbi istiqamətində bir addım yerini dəyişib. Buradakı plus gəlib bura çıxıb baxın. Deməli, sağa təqrəbi istiqamətində 1-2 addım yerini dəyişib. Sonra 1-2 addım yerini dəyişib gəlib bura. Birinci sətirdə bir addım yerini dəyişmişdi. İkinci sətirdə 2 addım yerini dəyişmişdi. Üçüncü sətirdə plus qalıb yerində. Bu yenə də yerində qalmalıdır. Bunu hardan görəcəyik biz? Baxın x-ə. X-in sağa təqrəbi istiqamətində 2 addım, 1-2 addım yerini dəyişib bura gətirib. Sonra 1-2 addım yerini dəyişib bura gətirib. Demək ki, birincidə 2 addım hərəkət eləyirsə, növbətisində də 2 addım hərəkət eləməlidir. Buradakı x-ə baxın. Bu x həm də bizə plusun qanuna uyğunluğunu verir ki, əgər ikisində eyni yerdə qalıbsa, üçüncüdə də eyni yerdə qalmalıdır. Yəni ki, bu plus burada da eyni yerdədirsə, deməli, burada da plus həmin yerdə qalmalıdır. Həmin yerdə qalacaqsa, bu variantları avtomatik çıxırsınız. Sonra baxırsınız x-ə. Sağa təqrəbi istiqamətində x-in bir addım yerini dəyişibsə, indi bir addımda yerini dəyişəndə x keçəcək sol tərəfə. Sol tərəfə keçəcəksə, bu variantı da çıxırıq. Bir dənə bu sağ yuxarı tərəfdəki fiqura baxmalısınız. Diqqət edin yoldaşlar, birincidə olduğu kimi qalanda yenə olduğu kimi yerində yazıblar. Amma həmin fiquru sağa təqrəbi istiqamətində bir addım, sonra yenə bir addım yerini dəyişəndə biz də dəyişməyik. İndi baxın, bunun 1-2 addım yerini dəyişibsə, mən nə etməliyəm? Mən də 2 addım yerini dəyişməliyəm. 1-2 addım. Yəni, x-in yerinə düşməlidir həmin şəkil. Yəni, sağ-aşağı tərəfə. Deməli, bu gördüyünüz şəkli sağ təqrəbi istiqamətində bir 90 dərəcə fırlatsaydım, burada gördüyünüz ox hissəsi, onda üçbucağımız belə olacaqdı, baxın. Görüm, çəkə bilirəmmi? Üçbucağınız belə olacaqdı. 90 dərəcə fırlatsaydıq. Bir dənə də 45 dərəcə fırlatsaydım, bizə lazım olan şəkil alınacaqdı. Birinci 90 dərəcə, sonra 45 dərəcə. Sağa təqrəbi istiqamətində 135 dərəcə fırladıb. Sağa təqrəbi istiqamətində 135 dərəcə. Və nə edir onda? Diqqət edin, ortadakı qara gəlib sol küncə keçib. Bu sol küncdə olan qırmızı da qaranın yerinə keçib. Yəni, qara ilə qırmızı yerlərin dəyişib. Bu ağla da, o birinin adı nədir? Göy rəng, boz rənglə də göy rəng yerlərin dəyişib. Sağa təqrəbi istiqamətində çevirəndən sonra. Yəni, burada sağ tərəfdə boz olmalı idi. Bu dəfə sağ tərəfdə göy yazıblar. Diqqət edin. Bunu sağa təqrəbi istiqamətində çevirəndə. Birincisi mən 90 dərəcə çevirsəm, burada gördüyünüz, buradan bir ox çəkəndə daha aydın olur. 90 dərəcə çevirəndə, necə deyirlər, nabarot, bax, bu tərəfə doğru baxacaq. Bir də 45 dərəcə fırladanda tam sola tərəf baxır. Yəni, sağa təqrəbi istiqamətində 135 dərəcə fırlatmalıyam. Şəklim alınacaq ya bu, ya da bu. İkisindən biridir.
İndi baxıram ki, mən birincini çevirsəydim, lap küncdə göy rəng olacaqdı. Göy rəng bozla yerini dəyişmişdisə, onda tili olacaq boz rəng. Bu gözəl. Bir də saat əqrəbi istiqamətində fırladanda bu sağ yuxarı tərəfə nə düşəcəkdi? Sağ yuxarı tərəfə qırmızı rəng düşəcəkdi. Amma sağ yuxarı rəngə mən qırmızı yox, qırmızı ilə də qara yerini dəyişirdi. Eləmi? Ona görə sağ yuxarı tərəfə qaranı yazmalıyam, göy rəngdə sağ aşağı tərəfə düşəcək. Baxırsınız bu suala. Bu sualda bu açar bu qıfıl hissəsinə daxil olması üçün gördüyünüz şəkli təsəvvürdə edə bilərsiniz və yaxud bunun simmetriyasını da yaza bilərsiniz. Məsələn, bu nöqtədən sağa gedirsə, indi burada deməli bunun hansı hissəyə gedən olmalıdır? Onun mütləq yuxarıdan aşağı gələndə sağa doğru gedən olmalıdır. Yuxarı tərəfdən gəlir sağa doğru. Bax, buradan gələcək sağa. Sonra burada bu tərəfə gedirsə, yəni sola doğru. İndi burada bu tərəfə doğru gəlməlidir. Burada geriyə qayıdırsa bunun tam əksi olmalıdır. Bu til hissəsi necədirsə burada da bura daxil olmalıdır. Yəni açarı qıfıla daxil edəndə qıfılın formasından buradakı gördüyünüz üst-üstə düşməlidir. O da ikinciyə uyğun gəlir. Baxaq bu suala. Bu sualda yuxarıdakı üçünə baxın. Deməli, İkinci səhv çıxıb axı. Tapdıq mən. bu sualda necədir qanuna uyğunluq? Baxırıq ki, biri dairəvi formadadır, yəni dörd bucaqlı nəzərdə tuturam. Biri bu fiqurdur, biri altı bucaqlıdır. Biri dairəvi formadadır, biri bu fiqurdursa, növbəti altı bucaqlı olmalıdır. Yuxarıda altı bucaqlı olmalıdırsa, bu olmaz. Bax, bu da olmaz. Bu ikisi getdi. Qara, ağ, qara, ağ, qara, ağ rəng olmalıdır. Boz olmaz. Ona görə üçüncü də olmaz. İkinci, yoxsa sonuncu. İçəridəki boz, ağ, qara, boz, ağ, qara. Gördüm ki, bu gəlib bura, bu gəlib bura, bu gəlib bura, bu gəlib bura, bu da gələcək özündən sonraya. Amma olduğu kimi. Mesela ilk dəfə belə baxmışdım. Sonradakı qalanlara. Sonra gördüm ki, bu altı bucaqlı bura gəlib. Sonra gördüm ki, bu bura gəlib. Sonra gördüm bu bura gəlib. Bu bura gəlib. Bu da lap içəriyə gələcək. Belə bir şeylərlə də baxdıq, amma ehtiyac yoxdur. Bu suala. Birinci sualda qanuna uyğunluq necədir? 2-dən başlayır. Yəni Yanı ilə üzbəüz. ən içəridən baxanda buradır. Bura deyil. Cələqə 2-ni tapım deyəcəm. Çöldən budur. Baxın. 2. Çöldən sayanda nömrələyə də bilərsiniz. 1, 2, 3, 4, 5, 6. Bu 6 nömrəli xəttlərdən 2-dən başlayır. 2-dən 5-ə gəlir. 2-dən 5-ə gəlirsə, baxın budur. 5 nömrəli. Sonra gedir 3-ə. Gəldi 3-ə. Sonra gəlir 1-ə. Baxın. Sonra 1-dən gedir 4-ə. İçəridən sayanda. Sonra gəlir 6-cıya. Və salam. Sağdakı da belə qanunla yazılıb. Aha. Başlayın tapdıq mən. Onu necə başladınız hesablamağa? Gördüm ki 2 var Birinci, burada. ikinci. Çöldən sayanda ikinci hansıdır burada? Çöldən sayanda gördüm ikinci burada. Hardadır? Burada. Biləmi? Bir dənə göstərin də ekranda harda başlayır. Qırmızı ilə göstərim Bəli. gərək. Buradan başlayırsınız. Gəlirsiniz 2-dən 5-ə. Bura 5. Demək ekranda göstərmədi. Qırmızı hə, 2-dən oradan başlayır. Axı onu necə başladığını biz bilək. Çöldən də başlaya bilər. Ondan yaxın məsələn 1-dən də başlayır da. Yəni 2-də 2 varsa ya içəridən 2-dir, ya çöldən 2-dir. İçəridən 2 olsa, onda gərək bu olsun. İçəridən 2 olsa. İkincidən 5-ciyə getsə, onda belə də gedə bilər. Sonra gələr 3-cüyə. Hanı bu 3-cü? Bu 3-cü deyil axı, onda bu təzədən gələcək 1-ciyə. Demək ki, bu qanuna uyğunluq doğru deyil. Çöldən içəriyə nömrələnməlidir. Başlandığı yeri biz necə tapaq? Mən onu başa düşmədim məsələn. Hardan başlayır? Biz nə bilək o hardan başlayır? Yəni hansısa bir nöqtə 5 nömrə 5-dir. 5 5 üçüncüdəki nöqtələrdən birindən başlamalıdır. Razısınız? Ya içəridən sayanda, ya da çöldən sayanda 5-ci xətt hansıdır? Biz əgər içəridən sayanda 5-cidən başlamaq istəyirsinizsə, onda 1 2 3 4 5. Onda gərək 5-i bunu götürəsiniz. Görə bilirsiniz? Bu oldu 5. Sonra gəlməlidir 4-ə. Çöldən sayanda 4-ün Uzaqlaşdırın. Bir də yaxından yaxşı görünmür. Ancaq bir tərəfi yarısını görünür, yarısını görünmür.
Görmürsünüz Amma ekranda. biraz uzaqlaşdırın. Aa, indi görünür. Biraz uzaqlaşdırın. Hə. 5 budur. Tutaq ki, içərdən sayanda. Sonra gəlməlidir 4-cüyə. 4 hansıdır? 4 içərdən sayanda bura gəlsən bu içərdən sayanda birinci olur. Burada gələndə içərdən sayanda üçüncü olur. Sizcə bu 5-ci ola bilərmi onda? Bilirəm, bunu hansı məntiqlə götürüb? Mən onu başa düşmədim, yəni. Yəni xəttləri nömrələyir hamısını. Xəttlərin nömrələrini bildim hə. Hə. 1 2 3 4 5 gedir. Xəttləri Ah, nömrələyir. o- 1, Aha. 2, 3, 4, 5, Bildim, 6. bildim. Variantlara baxırsan ki, 3-dən başlayır, 6-dan başlayır, 4-dən başlayır. İndi məsələn 3-dən başlasam, tutaq ki, 3-dən başlayan xətt hansıdır? Çöldən içəri. Budur baxın. Görə bilirsiniz? Bu gedib Aha, 6-ya. Hanı 6-ya? Bura gedibsə budur. İçəriyə gedib 6-dır, düzdür. 6-dan sonra gedib neçəyə? 4-cüyə. 4-dürmü bu? Bəli. Bu 6 deyil heç. Bu 5-dir. 5-dir. Bu 5-dir. 3-dən 5-ə gedib. 6 deyil. Yaxşı, buradan bura gedəsi olsam 3-dən 6-dır. 6-dan sonra neçə gəlir? 4 gəlməlidir. Bu lap küncə çıxıbsa 1-ə gəlir. Bu qanunauyğunluq doğrudur sizcə? Başa düşürsüz yoxsa yox? Aha, başa düşdüm. Vəssalam. İndi 6-dan başlayın. 6 hansıdır? Ən içəridəki. Yəni ki, bura. 6-dan başladım, getməliyəm mütləq 4-ə. Yəni 4-ə getmək üçün bu 4 deyil. Bəs buna baxsaq, bu da 4 deyil. Demək ki, 6-dan başlama, 4-dən başla. 4-dən başlasan 4 buradır mı? Bəli. 4-dən başla, sonra get ya 2-yə ya da 6-ya. Bax, bura get olsun 2. 4-dən get 2-yə. 2-dən get 1-ə. 1-dirmi bu sol tərəfdəki? Bəli. 1-dən get 6-ya. Gör ən içəridəki 6 nömrəli nöqtəyə gedibmi? Bəli. 6-dan get 3-ə. Görün bu 3-dürmü? Bəli. 3-dən get 5-ə. Gör bu 5-dir? Bəli. 5-dən də gedib 4-ə. Heç onu yazmağa ehtiyac yoxdur. Niyə? Çünki təkrardır. Cavab sonuncudur. Var, görək 4-cü ola bilərmi? 4-cüdən başlasaq. Buradan başladım. Sonra məndən tələb eləyir ki, 6-cıya gedim. Nə burada, nə də burada 6 yoxdur. Çünki burada 5-ci, burada isə 2-ci gedir. Yəni bu deyilmiş. O siz yazdığınız variantda olan sual bundan fərqlidir. Hə, variantlar fərqliymiş. Bu şəkildə 5 şəkil verib və deyir 4-ü qanunauyğunluğa tabidir, 1-i tabi deyil. Bunun qanunauyğunluğu belədir ki, məsələn deyir 5-ci şəkildə bu birləşən şəkillərdən tili var. Burada da til nöqtəsi var. 3 nömrəli şəkildə deyir, bax bunun tili var deyir. Bunun da deyir tili var. Sonra məsələn bu 2 nömrəli şəkildə bunun da deyir tili var, bunun da tili var. 1 nömrəli şəkildə baxın bu şəkilə. Deyir bunun tili var. Sol tərəfdəkinin də o uc nöqtəsi var. Amma 4 nömrəli şəkildə o yoxdur deyir. Çünki bu şəkil belədir. Bu şəkil belədir. Bu ona görə digərlərindən fərqlənir. Deməli, mən heç Deməli bu sualda bu burun sola baxır, aşağı baxır, sağa baxır. Saha təqrəbinin əksi istiqamətini dəyişir. Yuxarı, sola və aşağı tərəf baxırsa, bu da istiqamətini saha təqrəbinin əksi istiqamətində dəyişir. Yoldaşlar sağa baxır, yuxarı baxırsa növbəti sola baxmalıdır. Sola baxacaqsa bir dənə bu variantı çıxırıq. Sonra baxırsınız xəttlərə. Xəttlərə baxanda aşağı baxır, sonra bu istiqamətdə baxır, sonra bu istiqamətdə baxır. Saat təqrəbi istiqamətində 45 dərəcə istiqamətini dəyişir. Burada da elədir. Saat təqrəbi istiqamətində 45 dərəcə dəyişir. Belə baxır. Belə baxırsa saat təqrəbi istiqamətində 45 dərəcə dəyişəndə üzü aşağıya doğru baxacaq. Bir də nöqtələrə baxmaq lazımdır. Nöqtələrə sütun boyu baxsaz kifayətdir. Məsələn bu nöqtə gəlib bura. Təxmini olaraq bir 30 dərəcə istiqamətini dəyişib. Bir 30 dərəcədə istiqamətini dəyişəndə gələcək bura, saat təqrəbi istiqamətində. Buradadır, gələr bura, sonra gələr bura. Çox cüzi bir dəyişilmədir. Buradadır, sonra buradadır. Baxırsınız, birinci şəkillə bu eyni olduğuna görə bunu yox da 4-cünü götürməlisiniz ki, buradan bura heç olmasa bir 30 dərəcə təxmini olaraq hərəkət etsin. Bu gördüyünüz sualda hansı fiqur kəsilib götürülsə, digərləri bir-birindən asanlıqla ayrıla bilər? Cavab boz üçbucaqdır. Çünki boz üçbucaq hər birini özündə birləşdirir. Boz üçbucaq
göy rəngi özündə birləşdirir. Baxın, göyün içərisində saxlayırsan ki, üstündən keçir. Sonra bu ikinci rəng olan bu nə rəngdir? Bu rəngin görürsüz üstündən keçir. Sonra o biri qırmızıdır. Qırmızını da görürsüz özündə saxlayır. Sonra burada bu hissədə sarını özündə saxlayır. Vəssalam. Bunların hamısını özündə saxlayırsa, əgər mən bozu çıxartsam, bunların hamısı bir-birindən ayrılacaq. Arkadaşlar, müsabiqədə ekrana gəldi bu sual. Bunu kompüterin ekranında yazmağa icazə yoxdur. Yaza bilmərsiniz. Qarşınızda vərəq var. Bəs bunu vərəqə necə yazasınız? Bunun əsas çətin olan hissəsi xəttlər hissəsidir. Ona görə mütləq şəkildə siz hərfləri rahat formada yaza bilərsiniz dəftərə. Hərflərin hamısını köçürdünüz vərəqə. Ki, köçürmək rahatdır. Məsələn, C, D, Y, F, K yan-yana yazırsınız. B, A, N, L. Bunları da yan-yana yazırsınız. Sağda gördüyünüz şəkildə olduğu kimi elə işarələrini kvadrat formasında işarələmək olar. Yanında olan xəttlərin saylarını yaza bilərsiniz. Məsələn, bax, yazarsınız ki, bu 4 xətlidir. Onu artıq o yazdığınız kvadratın yanına yazın. 4 dənə xətt çəkməyinizə ehtiyac yoxdur. Kompüterin ekranından kömək alaraq. Burada da 4 xətti var. Burada bunun 5 xətti var. Burada da 5 xətti var. Burada 4 xətti var. Burada da 5 xətti var. Sol tərəfdə. D 3 xətlidir. Y də 3 xətlidir. F də 3 xətlidir. Biz sağ tərəfdə buna 3 xətli yazacağıq. Buna 4 xətli yazacağıq. Bu olacaq 4 xətli. Bu da 4 xətlidir. Bu 5 xətlidir. Bu 3 xətlidir. Burada gördüyümüz 5 xətlidir. Bu da 5 xətlidir. Bu da 3 xətlidir. Səhv yoxdur ki. Əgər yoxdursa, bu üçlərin bir-birindən fərqlərinə baxacağam. Məsələn, 1, 2, 3 dənə 3 var. Bu üçlərin bir-birindən fərqi nədir? Baxıram ki, bu 3 4-ə, 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 4-ə və 3-ə birləşir. O hansı 3-dür ki, 3-ə, daha doğrusu 3-ə, 4-ə, 4-ə birləşir. Bir də buradan bu hansı 3-dür ki, 5-ə, 5-ə, 3-ə birləşir. O 3, 3-ə, 5-ə, 5-ə birləşir. Bir də yuxarıdakı 3 var ki, həmin 3 4-ə, 5-ə və 5-ə birləşir. 4-ə, 5-ə, 5-ə. Görürsünüz, bunlar bir-birindən fərqlidir. 4-ə, 5-ə və 5-ə. Gəlin görək nədir bunların fərqli xüsusiyyətləri. Sol tərəfdə də bu 3 hansıdır? 4-ə, 5-ə, 5-ə birləşən 3-dür. 4-ə, 5-ə, 5-ə birləşən F-dir. Yəni, yuxarıda gördüyüm F imiş. Bu biri D hərfi olan 3-ə, 5-ə, 5-ə birləşir. Yəni, ikincidir. 3-ə, 5-ə, 5-ə birləşən sağ tərəfdə olan idi. Yəni, D hərfi idi. Onda o biri mütləq Y-dir. Yaxşı, bu Y tapdınsa, Y-nin birləşdiyinin biri X-dir, o biri Y-dir. X ilə Y, bu Y-nin birləşdiyi 3 xətlilər olmalıdır. Yəni, olmalıdır biri B, daha doğrusu 4 xətlilər. Biri də N. Amma hansıdır ona ehtiyac yoxdur. Biri B-dir, biri N-dir. Əsas məsələ. Variantlarda da N, B ehtimalı olmadığına görə bu sualda bu gördüyümüz birinci fiquru saatın əksinə istiqamətini dəyişib və ulduz keçib içəriyə. Sonra bir də saatın əksinə 45 dərəcə istiqamətini dəyişəndə dayanıb belə ulduz keçib sola. Amma çölə çıxıb. Çöldə olanda göy, içəridə olanda yaşıl rəngdə yazır. Bir də saatın əksinə... Buna niyə belə çətin baxırsınız? Yaxşı, atan baxın. 1, 3, 5, 2, 4, 6 belə gedir. 1, 3, 5, 7 eynidir. Amma istiqamətin dəyişir də. Bir dəfə şaquli, bir dəfə üfüqi, bir dəfə şaquli, bir dəfə üfüqi olacaq. Ulduz yuxarıda, solda, aşağıda, ulduz da sağında olacaq. Beləmi baxım? Müəllim, daha gözəldir müəllim. Bilirsiniz necədir burada? Ulduz bir dəfə bilsək ki, ulduz bir dəfə içəridə, bir dəfə çöldə olur müəllim. Belə cavab çıxır. Yox, mən dedim də. Ulduz yuxarıda, ulduz solda, ulduz aşağıda, ulduz sağda olan variant.
Vəssalam. Sadəcə bəs bu gözəl insanlar deməyəcəyim ki, müəllim, bu ortadakılar nədir? Onun üstündən niyə keçdiniz? Bəs qaydasının mahiyyətini izah edirəm ki, Orada mənim 135 dərəcə fırladır hamısı. bu Uzun gördüyünüz figuru. şəkli, bəli, 135 dərəcə fırladır. Hamısını 135 dərəcə 135 dərəcə fırladır. fırladanda bu cür olur. Ulduzu salır içəriyə. Bir də fiquru saat əqrəbi istiqamətində 135 dərəcə fırlatsaq, alınacaq belə, gəlir sol tərəfə. Bir də 135 dərəcə fırlatsaq gəlir bura, ulduzu bu dəfə içəri salır. Sonra 135 dərəcə fırlatsaq düşür aşağı, ulduz çıxır çölə. Sonra bir də 135 dərəcə fırladanda gəlir bura, bu formada olur. Ulduz düşür içəri. İndi bir də 135 dərəcə fırladası olsa bu, 135 dərəcə olanda necə olur? Birinci 45 dərəcə fırlananda yuxarı baxardı, 90 fırlananda sağa. Deməli, cəmi birlikdə 135 eləyərdi. Bu şəkil belə olmalıdır. Ulduz burada içəridə idisə, ulduz da çölə çıxmalıdır. Bayaq aşağıdaydısa, indi ulduz sağ tərəfdə olmalıdır. Bu sualda məncə belə baxmaq olar. Baxırsınız ki, ortadan bir qara xətt keçir. Və bu qara xəttdən sonra bunun bu sağ tərəfindəkinin üstündəki olan xətt silinib, yarısı silinib. Deməli, həmin bu gördüyünüz üstündəki xətt hardadır burada? Bunu bir üçbucaq kimi baxmaq olar məncə. Həmin üçbucaq buradadır. Ki, fiquru saat əqrəbi istiqamətində 45 dərəcə fırladanda bu yuxarıdakı üstündə xətt var, onu silib yuxarı tərəfdə. Bunun hamısında mən ora bir üçbucaq çəksəm cavabı tapacam. Diqqət eləyin. Üçbucaq buradadır. Bir də bura silinibsə, üçbucaq hissəsi buradadır. Bir də fırladanda üçbucaq hissəsi buradadır. 45 dərəcə. Bir də fırladanda burada da aydın formada görünür, bax. Üçbucaq hissəsi buradadır. Bir də fırladanda üçbucaq hissəsi yuxarıda qalmalıdır. Üçbucağın içərisində qalan hissə qalır, qarşı tərəfdəki isə silinən tərəf olur. Bir də mən bunu çevrəsi olsam, üçbucaq belə olacaq, bax. Yəni birinci. Deməli, bu sualda qanunauyğunluq belədir. Baxın, bu gördüyünüz şəkil keçib yuxarıya, sonra düşüb içəriyə, sonra düşüb ən aşağıya. Sonra əvvəlki yerə qayıdıb, birinci ilə eyni yerə qayıdıb. Necə ki, birincidən ikinciyə necə getmişdisə, indi 5-ci şəkildən də 6-cı şəkilə həmin yerə gəlməlidir, yəni yuxarı tərəfdə olmalıdır. Əgər yuxarı tərəfdə olmalıdırsa, burada yoxdur, burada da yoxdur. Bu iki variantı çıxarıq. Bu gördüyüm şəkil bir addım yuxarı keçib, sonra düşüb içəriyə, sonra lap aşağı sol tərəfə. Görürsünüz, o birisilərin yerinlə eynidir. İndi bu nə etməlidir? Bu sol aşağı küncdə olanda növbətisində içəri keçmişdirsə, bu da sağ tərəfdəki fiqurda 6-cı şəkildə bunun yerinə keçməlidir. Bunun yerinə keçməlidirsə, bu 4-cüdə qanunauyğunluğu doğru deyil. Digərlərində də elədir. Məsələn, burada gördüyümüz işarə bir addım yuxarı qalxıb, sonra düşüb içəriyə, indi ən aşağı tərəfə düşməlidir. Ən aşağı tərəfə düşməlidirsə, baxın buradadır. Bura gələn bir fiqur yox idi. Ona görə ikincidir cavab. Bu sualda qanunauyğunluq necədir? Deməli, qaranın hərəkətinə baxın. Qara tildədirsə, lap küncdə, kvadratın tilində, saat əqrəbi istiqamətində, saat əqrəbinin əksi istiqamətində baxsaz, qara olan dairəyə, o keçir o biri tilə, bura, tildən sonraki dairənin üstünə, künc hissəyə, yəni kvadratın tərəf hissəsinə. Bir də biz bunu saat əqrəbinin əksi istiqamətində yerini dəyişsək, bu bir tərəf gəlsə sağ tərəfdə olardı və ondan sonraki tilə gəlir. Qanunauyğunluğu necədir? Yəni bir tərəf bir til keçir. İndi bu tildədirsə bir tərəf, bax bu növbəti tili buradır, növbəti tili buradır. Növbəti tərəf gələcək bura. Bir də baxırıq. Bir tərəf hərəkət eləsə buradadır, özündən sonra gələn tilə baxacağıq. İndi bu qara bir til keçsə buradadır, özündən sonra gələn tərəfə keçəcək. Bir tərəf gələndə buradadırsa, tərəfə yox, tərəfdən sonra gələn tilə keçməlidir. Sonra bu gəlirsə yuxarıya, indi nə etməlidir? Sol tərəfdəki tərəfə yox, ondan sonra gələn tilə keçməlidir. Yəni sol tərəfdəki tildə nə olmalıdır? Qara olmalıdır. Qara olmalıdırsa,
variantların hamısı çıxır. Ya birinci ya da dördüncüdür. Baxırsınız ki, variantların hamısında qara dairə kvadratın arxa tərəfində yerləşirsə, burada da kvadratın arxa tərəfində yerləşəni götürməlisiniz. Digərlərinə heç baxmağınıza ehtiyac yoxdur. Birinci sualın birinci kəsik eləyib, buraların kəsib. Sonra buranı düzləndirib təmiz olaraq. Sonra ikinci şəkildə bu hissəni kəsib, sonra buranı da təmiz kəsib alınıb belə bir şəkil. İndi bu şəklin deməli bu kənar hissələrini kəsib belə bir şəkil alıbsa, biz də indi bu hissəsini kəssək, sağ tərəfin təpə nöqtələrindən tutub kəssək, Mən axırıncıyı bu seçmişəm şəkil burada. budur. Axırıncı deyil. Burada ikinci olacaq. Çünki bu nöqtələri birləşdirəndə baxın, yuxarı hissəsi daha böyükdür. Bunun mən Burada sizə ikincidən kəsmək lazımdır. baxın. Mən birincinin hamısını kəsmişəm. Birinci görürsüz bunun bu aşağı hissəsini kəsib. Sonra bu göy rəngi olan da bax bunun solundakıdır. Okay. Şəkildə də baxırsınız ki, ikisi düz dayanıb. Deməli üçüncüdə də düz dayananı götürmək lazımdır. Düz dayananı götürmək lazımdırsa bu çıxır və burada biri sağa, biri sola baxırsa, bir də düz dayanmalıdır. Niyə? Çünki burada necə dayanırsa, içindəki hissə də eyni olmalıdır. Bu eyni dayanmalıdırsa digərlərindən üçbucağı aşağıda olmalıdır. Üçbucağı aşağıda olan variant budur. Burada 24 dairə varsa, bunun yarısı 12'si sola, 12'si sağa düşəcək. 12'nin gəlir yarısı 6'sı sola, 6'sı sağa. 12 buradan gəlir 6'sı sola, 6'sı sağa. 6 gəlir yarısı 3'ü sola, 3'ü sağa. 6'sı gəlir 3'ü sola, 3'ü sağa. 6'sı düşür bura. 6, 3, 9. 3 plus 3, 6. 3 də düşür bura. Hansı cavab variantındakı cədvəl yataqların yerləşdiyi dərinliyi yatağın qaz ehtiyatına nisbətinin azalması ardıcıllığı ilə verilib. Bunu bilməyən varmı kimsə? Deməli, bu ədədi bu ədədə bölürsüz, bu ədədi bu ədədə bölürsüz, bu ədədi bu ədədə, bu ədədi bu ədədə, bu ədədi bu ədədə. Azdan çoxa da düzürsüz. Bu sualda bizə verib ki, deyir 2023-cü ilin ilk 6 ayında Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünü məşğulluq proqramına cəlb olunan 6791 nəfər var və buna əsasən 2023-cü ilin birinci yarısında özünü məşğulluq proqramına cəlb edilmiş xüsusi kateqoriyaya aid şəxslərin adı çəkilən proqrama bütün cəlb olunanlara nisbətən faiz göstəricilərini diaqramda seçin. Yoldaşlar, bu sağda bu gördüklərinizin hər biri ayrı-ayrılıqda bunun neçə faizidirsə onu tapmalısınız. Tənasübə əsasən, yəni bu qiymət 100%dirsə bu x-dir. Bu qiymət 100-dürsə bu x-dir. Bu x və yaxud rahat formada yazmağınız üçün bir dənəsini deyəcəm, qalanını özünüz yazarsınız ya da ki, baxarıq. 6791-imiz 100%dirsə, 163-ümüz x-dir. Bunun gedişatında görürsünüz ki, 163-ü 100'ə vurursunuz. Yəni arxasına 2-0 yazıb 6791'ə bölürsünüz. Sürətli şəkildə hamısını elə eləyə bilərsiniz. 163'ün arxasına 2-0 yazdım. Böldüm 6791'ə. Bu elədi 2,4%. İkincini necə böləcəm? Da tənasübə ehtiyac yoxdur. 549'u yazıb davamına 2-0 yazıram. Bölürəm 6791'ə. Bu eləyir 8,1% təxmini olaraq. Sonra 604'ün davamına 2-0 yazıram. Bölürəm 6791'ə. Bu da verir bizə 8,9% təqribi olaraq. Bunu 1041 davamına 2-0 yazıb tez bölürəm 6791'ə. Bu da bizə verir 15,3. Növbəti 2020 davamına 2-0 bölürük 6791'ə. Bu da bizə verir 29,7 təqribi olaraq. İndi bunları azdan çoxa düzmək lazımdır. Yəni faizinə əsasən. Baxın yoldaşlar, ən sonuncu cədvələ uyğun gəlir. Birinci 2,4%-dir. Ondan sonraki 8,1%-dir. 10%-ə çatmır.
Üçüncüsü 8.9%. Məsələn, digər variantlara baxsaq, tutaq ki, üçüncüyə baxın, 10-u keçib. Amma burada 10-u keçməyib. Sonra 15.3, 10-dan 20 aralığında bir yerdədir. O bir də 29.7-dir. O bir variantlara baxsaz, məsələn, görəcəksiniz ki, dördüncüdə görün 30-a yaxın bir rəqəmdir. Burada da 30-a yaxın bir rəqəmdir. Bunların fərqi nə idi bəs? C idi. Yəni üçüncü idi ki, ondan verib ki, şərtdə də özü izah eləyir ha. Ədədi orta nədir? Median nədir? Deyir, ədədi ortanı tapanda toplayıb sayına bölürsünüz. Medianı tapanda tək sayda ədəd olanda ədədləri azdan çoxa düzürsüz, ortadakını götürürsüz. Məsələn, 3 dənə ədəd varsa, azdan çoxa düzürsüz, ortadakı sizin cavabınızdır. Yox, əgər 4 dənə ədəd olsa, ədədi ortanı, medianı soruşanda azdan çoxa düzəndən sonra ortadakı 2 ədədi götürüb, toplayıb yarıya bölürsünüz. Bunun olar onda medianı 5. Medianın tapılma qaydası budur. Bizə də verib ki, deyir, bunu göstəricilərə əsasən onun orta günlük göstəricisi onun medianından neçə vahid azdır. Neçə vahid azdır. Biz birinci bunun medianını tapmalıyıq, ədəd ortasını tapmalıyıq. Yəni hamısını toplayıb sayına böləcəyik. 4859 plus 4867 plus 4848 plus 4849 plus 4842 plus 4826 plus 4827. Topladım, elədi 33918. Bunu böləcəyik nəyə? Sayına. Sayı 3, 6, 7 dənədir. Bölürəm 7-yə. Bu bizə verir təxmini olaraq 4845,4. Bu göstərici neçə vahid azdır? Bunları azdan çoxa düzək. Birinci başlayır 26 olan. Sonra gəlir 27 olan. Sonra gəlir 42, sonra 48. Sonra 49, sonra 59. Sonra da 67. Bu cəmi 7 dənədirsə, deməli 7-nin yarısı 3/5. 3 soldan 3 sağdan sil. Ortadakı 48 qalır. 48 olan yəni 4848. 4848-dən çıxacaq bu ədədi 4845-i. Təxmini olaraq 3 tam nə qədər düşür? 3 tam nə qədər düşürsə, bunu da təxmini olaraq yuvarlaqlaşdırıb 3 götürəcəyik. Tərəzidir. Siz məncə kifayət qədər tərəzi işləmisiz. Bu nə tərəzidir ki, onların yanında? Bu tərəzi və bu tərəzinin alt-alta yazanda daha rahat çıxardı. Alt-alta yazanda, baxın, bu tərəzini bunun altına yazanda çarpaz toplama qaydası var idi. Bunun solundakından, bunun sağındakını topla. Çarpaz toplayanda. Onda gəlir 2 dənə dairə, 3 bucaq, yəni birinci çəkdiyim. Onun yanına gəlir bu məktub gördüyünüz, sonra bir dənə də dairə, bir dənə də 5 bucaqlı. Bu bərabərdir digər ikisinə, yəni sağında və digərinin solunda olan. Bunlar da bir-birinə bərabər olmalıdır. Dairədir, bir dənə də budur. Sonra bir dənə 3 bucaqdır, bir dənə də dairədir. Qara dairədir, amma bunlardan fərqlənir. Və salam yoldaşlar, sağdan bir tək dairə, soldan bir tək dairə. Amma bu soldakı dairə bizə də gəl. Sağdakı qaraydı mənim. Elə mi? Sağdakı qaraydı, hə, sağdakı qaraydı. Sağdakı dairəmiz Bir qaradı solda. Onu qaralamadınız. sağdakı qara, boya qaraydı deyəsən, bəli. Deməli, bu gördüyünüz nə? Bu gördüyünüz biri sağdan, biri soldan. Sil getsin. Bunun biri soldan, biri sağdan. Sil getsin. Bu üç bucaq biri soldan, biri sağdan. Sil getsin. 3 dənə, bax bu dairə bərabərdir sağda gördüyünüz 2 dənə qara dairəyə. Bura 6 kiloqramdırsa, bu sağ tərəfdə 6 kiloqram olmalı deyilmi? Bəli. Bu aşağıda bu tərəf 8 kiloqramdırsa, bu tərəfdə 8 kiloqram olmalı deyilmi?
O da bəli. Bu tərəziləri xanım dediyi kimi alt-alta toplasaq, 6 plus 8 14, 6 plus 8 14. Bunlar bir-birinə bərabərdirmi? Bəli. Demək ki, mən bunun solunla, bunun solunu toplasam, bu sağla da sağı toplasam, bu fiqurların ağırlıqları bir-birinə bərabər olmalıdır. Amma yoldaşlar, bizə lazım deyil bu. Çünki bizə lazım olan 3 dənə dairənin yanaşı gəlməsidir. 3 dənə dairəni yanaşı gətirmək üçün gərək bunun solunla bunun sağını toplayam. Görək hələ elə bir qayda varmı? Bunun solundakı digərinin sağındakı ilə toplansa, buna biz çarpaz toplama deyirdik. Bazı dərslərimizə qoşulan yoldaşlar bilir məncə. 6 plus 8 14. Digərinin sağı ilə digərinin solunu da toplasaq, bu da bizə 14 vermirmi? Bəli. Demək ki, 14 14-ə bərabərdirsə, birinin sağından o birinin solunu toplasaz, digər tərəflərin cəminlə eyni ağırlığı verməlidir. Bu ikisindən bununla bunu topladım. Bunları da toplayandan sonra eyniləri sildim. Siləndən sonra 3 dairəmiz 2 dənə qara dairəyə bərabər oldu. Deməli, bu sualda bizə verib ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində artma və azalmalar verilib. 2023-cü ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə 3 məhsulun ixrac dəyərləri verilib. Bu oxlar isə onun əvvəlki ilə nəzərən neçə faiz dəyişməsini göstərir. Məsələn, deyim sizə mahiyyətini. Deyir, 2023-cü ildə olub göstərici 68,7 milyon dollar. Bu, əvvəlki ilə nəzərən 48% aşağı düşüb. Əvvəlki ili tapmaq istəsək, mən əvvəlki ilin miqdarını 100% götürsəm, bu il bu göstərici 48% aşağı düşüb, olub 52%. Və 52%imiz 2023-cü ildə 68,7 milyon dollardırsa, 2022-ci ildə, yəni keçən il bəs bu göstərici neçəymiş? 100%. 100% də x. Çarpaz vurub x-i tapsaq, 2022-nin göstəricisini tapmış olacağıq. Bizə görə hələ nəyi soruşur, ona əsasən tapaq. 2023-cü ilin yanvar-iyun ayları ərzində pomidor, elektrik enerjisi və pambıq mahlucunun birlikdə ixrac dəyəri öncəki ilin analoji göstəricisinə nisbətən neçə faiz artmışdır? Hər üçünün əvvəlki ilə nəzərən nə qədər artmasını soruşur bizdən. Hər üçünün birlikdə. Gəlin belə baxaq. Birincisi, təkcə mən sol tərəfdə gördüyümüz yaşıl olan pambığı tapsaq, bu ilki göstərici 52%-dir. Keçən ilkindən 48% aşağı. 68,7 milyon. Keçən ilki miqdar 100%-dirsə, çarpaz vurub tez 68,7-ni 100-ə vurub aldığımız cavabı 52-yə bölsək, demək ki, keçən ilki göstərici 132,1 milyonuymuş. Sağ tərəfdə baxsaq, göy rəng olan pomidorun miqdarıdır. Pomidorun miqdarı 2023-cü ildə 4,8% aşağı düşüb. Keçən ilki miqdar 100%-dirsə, bu ilki miqdar 4,8% aşağı düşüb. Yəni 95,2%-dir bu ilki göstərici. Miqdar olaraq da 120,7 milyon dollardır. Keçən ilki miqdarımız x-dir. Biz buradan x-i tapmaq istəsək, 120,7-ni vururuq 100-ə, aldığımız cavabı bölürük 95,2-yə. Bu da eləyir 126,8 yazaq. Bu qədər. Keçən ilki miqdar budur. Yaxşı, bəs bu nə qədərdir? 314,4 milyon. Bu digər yoldaşlarda fərqli idi. Baxın, cavab başqa rəqəm idi. 7 nə qədər? 700 neçə milyon dollar idi. Deməli, bu verib 793,2%. 2022-dən 2023-ə. Bu da artımdır. Keçən ilki miqdar əgər ki 100 idisə, indi artıb olub 793,2 artıb olub 893,2%. Və bu ilki miqdar 314,4-dürsə, keçən ilki miqdar nə qədərdir? X. Keçən ilki miqdarı tapaq. Keçən ilki miqdarı tapmaq istəsək, 314,4-ü
vuracağıq deməli 100-ə. Aldığımız cavabı böləcəyik 893,2-yə. Bu da bizə verəcək 35,2. 35,2. Bizdən nə istəyirdi? Üçünün birlikdə ixrac dəyəri öncəki ilin analoji göstəricisinə nisbətən neçə faiz artmışdı? Keçən ilki miqdarların hamısını toplayaq. Yəni 132,1, 132,1 plus 126,8 plus bir də 35,2. Bu keçən ilki miqdarlardır, 294,1-dir. Bəs bu ilki miqdarlar neçədir? Bu 68, 120,7, bir də burada olan 314,4. Bu ilki miqdarlarımız 68,7 plus 120,7 plus bir də 314,4. Bu da 503,8 olub. Keçən ilkinə nəzərən neçə faiz artıb? Keçən ilki miqdarımız 294,1 100%-dirsə, bu ilkimiz də x-dir. Bunu da çarpaz vurub, yəni 503,8-i 100-ə vurub aldığımız cavabı 294,1-ə bölsək, alınacaq 171,3%, tam onda 3'ü lazım deyil. Keçən ilki miqdarımız 100%-dirsə, bu ilki 171-dirsə, neçə faiz artıb bu? 71%. Bu sualda bizə verib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin göstəriciləri. Bizdən istəyir ki, 2023-cü ilin birinci rübündə prezident təqaüdlərinin manatla miqdarı 2022-ci ilin birinci rübündəki analoji göstəricidən neçə milyon manat çox olmuşdu? Baxırsınız ki, prezident deyəndə siz sosiala baxmaq ehtiyac deyil. Sadəcə prezident olana baxmalısınız. Prezident olan 2022-ci ildə 2023-cü ilə nəzərən 21%, 2023-də 22-dən 21% çox olub. Bu miqdar olaraq da 159 milyondur. 2022-ci ildəki 100% idisə, 2023-dəki bundan 21 çox, yəni 121%-dir. 121%-imiz hal-hazırda 159 milyondur. Bəs keçən ilki miqdarımız neçə milyondur? Bunu tapaq. Çarpaz vurub, yəni 159-u vurarıq 100-ə, aldığımız cavabı bölərik 121-ə. Bu da bizə verəcək 131,4. Bizdən də soruşur nəyi? Deyir ki, manatla miqdarı neçə milyon manat çoxdur? Vəssalam, 159 131-dən nə qədər çoxdur? 159 çıxaq 131. Bu da təxmini olaraq verir bizə 28. İndi tamı da vardı da hələ yanında 28,6 yox 27,6 olmalıdır burada cavab. 159-dan çıxaq 27,6 götür. 31,4-ünü. Elə ədədi düzgün çıxmadım. 27,6 edir də vəssalam. Niyə 9-dan 1-in 8-i qalır Düzdür da? də, düzdür. 28 159 çıxıraq. çıxaq 131,4. Kalkulyatorla çıxın 27,6. 131.4'də axı tam olmalıdır. Tamdan çıxmaq üçün 6 qalmalıdır. Bəli, 6 qalmalıdır. Bax bu suala. Bu sualda bizə verib ki, deməli bu daxili araşdırma nəticəsində aşkarlananlar və dövlət qurumlarına daxil olanlar. Deməli 2023-cü ilin birinci yarımili üzrə göstəriciləri var. Bir də 2023-cü ilin yanvar, mart ayları üzrə göstəricilər var. Bizə də verib ki, 2023-cü ilin aprel-iyun aylarına aid kiber hücum indikatorunun müəyyən edilməsinə əsas verən dövlət qurumlarından daxil olan faktların sayı ilə hansıdır o say? 2023-ün aprel-iyun tarixini bilmirik axı biz. Bu kiber hücum üzrə olan bu ümumi göstəricidir. Kiber hücum deyəndə ümumi göstərici nəzərdə tutur. Bu ümumi göstəricinin də 2023-ün aprel-iyun soruşulanda biz ümumi birinci yarım ildən
Çıxmalıyıq yanvar martı, yerində qalacaq aprel iyun arası. Birinci yarım il üzrə ümumi göstərici nə qədərdir? 251 plus 331. Ümumi göstərici 582 imiş. Bəs yanvar mart aralığı nə qədərdir? 139 plus 175. Bu da bizə verir 314. Bunları bir-birindən çıxsaq, necə verir bu? 582 çıxaq 314. 268 verəcək. Demək ki, bizdən soruşduğu ədəd 268 imiş sayı ilə. Bu gördüyünüz daxili araşdırması nəticəsində aşkarlanan faktların sayı arasındakı fərq həmin dövrün bu xrid bildiyinizdə nəyi nəzərdə tuturamsa, bunun daxili araşdırması nəticəsində aşkarlanan, amma həmin dövr üçün, aprel-iyun ayı üçün. Bunu soruşanda biz 251-dən 139-unu çıxmalıyıq. Çıxırıq 139-unu. Beləyir 112. O bayaq yazdığım 268, 112-dən 268 və 112-ni yadda saxlayın. Və aşkarlanan faktlar sayı arasındakı fərq, bunlar arasındakı fərqi tapırıq. 156 eləyir. 156-nı yadda saxlayın. Fərq 2023-cü ilin birinci yarımilliyinə aid olan göstəricidən neçə faiz çoxdur? 2023-ün birinci yarımilliyi üzrə ümumi göstərici nə qədərdir? 580. Fərq birinci yarımiliyinə aid göstəricidən neçə faiz çoxdur? Toplayaq görək nə qədər eləyir bu? 251 plus 331 yazmışdıq da. 582. 582. Bunlar arasında olan fərq 582-dən necə dəyişir? Bayaqki ədədimiz neçə idi bizim? 156. Neçə faiz azdır? 156 582-dən neçə faiz azdır? 582-ni 100% götürsək, 156-nı x götürsək. 156 vurulsun 100 bölünsün 582. Nəysə düzgün yazmadım. Şey tapmadınız o xritik. Birinci bizə verib ki, 2023-ün aprel-iyun aylarına aid kiber hücum indikatorunun müəyyən edilməsinə əsas verən dövlət qurumlarından daxil olan faktların sayı ilə 2023-ün aprel-iyun aylarına aid olan kiber hücumun deməli müəyyən dövlət qurumlarına daxil olan faktların sayı. Biz burada dövlət qurumlarından daxil olan aprel-iyun arasındakı fərqə baxacağıq. Sayı ilə daxili araşdırma nəticəsində aşkarlanan faktların sayı arasındakı fərq. Bunlar arasındakı fərqin 2023-cü ilin birinci yarımliyinə aid analoji göstəricidən nə qədər çox olmasını tapmaq üçün biz dövlət qurumlarına baxacağıq. Amma 23-cü ildə 331-dən 175-ni çıxmalıyam ki, 331 minus 175. Bu bizə 156 versin. Yəni, dövlət qurumu üzrə aprel-iyun arasını tapmağa çalışıram. 156. Bu xrit DX-nin daxili araşdırması nəticəsində aşkarlanan faktların sayı arasındakı fərq. Bunlar arasındakı fərq nə qədərdir bəs? 251-dən, yəni mən aprel-iyun arasındakı araşdırmasına aşkarlanan faktların sayı. Həmin dövr üçün xritin daxili araşdırması nəticəsində aşkarlanan rəqəmi tapacağım. 251-dən çıxacaq 139-unu. Bu eləyir 112. Bunlar arasındakı fərq, yəni çıxaq 156-sını, bu eləyəcək 44. 2023-cü ilin birinci yarımliyinə aid analoji göstəricidən neçə faiz azdır? 2023-ün birincisinə aid göstərici neçədir? Bunlar arasındakı fərq 331 minus 251-dir. Yəni 80.
44 80-dən neçə faiz azdır? 80-i 100% yazdım. 44-ü də x faiz. 44-ü vurdum 100-ə, böldüm 80-ə. Bu elədi 55%. Bu 55%dir, bu isə 100%dir. 55 100-dən neçə faiz azdır? 45%. Ona görə cavab ikincidir. 4-cü yüksəliş müsabiqəsinə müraciət edənlərin sayları verilib. İmtahan üzrə qruplaşmalardan hansında müraciət edənlərin sayı bütün qruplaşmalar üzrə orta saydan təqribən 6,63% fərqlənir. Dünən axşam biz dərsdə bunu müzakirə etmədikmi? Sualın eynisini. 501 600. Və salam. Bunun biz orta göstəricisini tapmalıyıq. Hamısını toplamalıyıq. 3223-ü üstünə gəldik 3584-ü, üstünə gəldik 3788-i, üstünə gəldik 3386-nı, üstünə gəldik 1896-nı. Bunları topladım, verdi bizə 15877-ni. 15877-nin orta sayını tapmaq lazımdır. Yəni bunların sayına 5-ə bölməliyəm. Bu da bizə verir 3175,4. Təqribən bundan 6,63%, %63% fərqlənirsə, bu ədədi biz 100% götürsək, bəs bunun 6,63%-i nə qədər eləyir? Bunu tapaq. Bu gördüyümüz ədədi biz vurmalıyıq 6,63-ə, bölməliyik 100-ə. Bu da bizə verəcək 210,5 təxmini olaraq. 210,5-i bir dəfə üstünə gələk, bir dəfə çıxaq. Əgər üstünə gələsi olsaq, onda 3175,4 plus 210,5 yazacağım. Bu da bizə verəcək 3385,9. Bu təqribi olaraq 3386-ya yaxındır. Çıxanda da buradakı variantlardan biri alınmır. 500,1 600 aralığı. Yoldaşlar, 2024-cü ilin 1-ci rübündə Azərbaycanda 29 milyard 96,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4% çox olan ümumi daxili məhsul istehsal olunub. Nə var bu sualı yazmağa? Əgər ki Hələ bir A variantı idi burada böyle. və salam, deməli bu göstərici keçən ilə nəzərən 4% çoxdursa, keçən ilki miqdarımız 100%dirsə, bu ilki miqdarımız 104%dir. Bu ilki miqdarımız 29 milyard 96,8 milyondursa, bəs keçən ilki miqdarımız nə qədərdir? Bu da x-dir. Sizin etməli olduğunuz sadəcə 29 milyard 96,8 milyonu vurmalısınız 100-ə, aldığınız cavabı bölməlisiniz 104-ə. Bu da sizə verəcək 28,81, bir dənə də 5. Vəssalam. Keçən ilki miqdar bu qədərdir. Bu ilki miqdar da 29 milyard 96,8 milyon. Baxın, keçən ilki miqdar, yəni bu əvvəlkidir. 30-dan yuxarı deyil. Demək ki, A variantı olmaz. Yəni birinci olmaz. Keçək o birinə. Bu ola bilərmi? Bu olmaz. 30-dan yuxarı deyil. Bu ola bilər. 28. Amma 28-ə daha yaxın olmalıdır. 29-a yox. Bu da olmaz. Yaxşı, bu ola bilərmi? Bu ola bilər. Bəs bu ilkin bu biri miqdar elə bu da deyəsən. Çünki bu 28-in üstündədir elə. Bu biri də 29-dan az-cana keçib yuxarıya. Budur cavab. Bəs yaxşı, bu sonuncu ola bilərmi? Yox, niyə? Çünki o biri cavabdır. Bu da 31-dən yuxarıda, o da olmaz. Yaxşı, bu ola bilərmi? Xeyr. Çünki əvvəlki göstərici 29-dan yuxarı yox, 28 olmalıydı. Bu cədvəlin bu qədər böyük olması sizi qorxutmasın. Ən rahatıdır. Ən rahat sualdır. Yalandan boş-boş vaxt sərf edib ədədləri yazıblar ora. Hansı ölkənin qızıl istehsalında 2017-2024-cü illəri haqqında hər bir ilində əvvəlki ilə müqayisədə artım baş verməmişdir. Yəni Dardı burada. azalma olub. Burada cavab cardır, bəli. Düzdür, bizdə car birinci yerdə idi, bilirəm yadınıza gəlir. Amma burada carı gətirib burada yazıblar. Artım deyəsə məsələn azalıb, bir də azalıb, bir də azalıb, burada da azalıb, burada da azalıb. Bəs burada sabit.
Ola bilərmi bu? Müəllim, bir də abişə baxın. Ola bilər. Orada 2017-yə, yəni artım olub 2016-dan 17-yə. Demək, 17-dən matematik sonra çıxırsınız. azalma olub. Amma burada da 17-dən sonra demişdi axı. Burada baxın. Bu bir baxaq görək. Burada proses ondan ibarətdir ki, 2017-2024-ü soruşanda deyir 2017-ci ilə başda. Gör əvvəlki ilə nəzərən. Amma bir məsələ də var. Artım baş verməmişdir. O deməkdir ki, ya azalma olub, ya da sabit qalıb. Ya da sabit qalıb. 2017-ci ildə, məsələn, ABŞ deyirsiniz. ABŞ-da 2017-ci ildə əvvəlki ilə nəzərən artım baş verib. 2018-ci ildə əvvəlki ilə nəzərən azalma olub. Qalanlara azala gedib. Amma 2017-ci ildə əvvəlki ilə nəzərən az artım olduğuna görə ABŞ-ı götürə bilmərik. Burada biz götürməliyik carı. Çünki carda 2016-dan işiniz olmasın. Əsas məsələ 2017-dir. 2017-ci ildə əvvəlki ilə nəzərən azalıb. Burada da əvvəlki nəzərən azalıb. Əvvəlki ilə nəzərən azalıb və azala gedib. Gəlib bura və əvvəlki ilə nəzərən azalıb. 100 əvvəlki ilə nəzərən azalmayıb, amma sabit qalıb. Çünki artım baş verməmişdir. O deməkdir ki, ya sabit qalıb, ya da azalıb. Sabit qalmasında da problem yoxdur. Ona görə cavab cardır. Verib ki, göstəricilər verilib və deyir 2023-cü ilin birinci yarımiliyinə aid pensiya məlumatları. Birinci yarımilin sonunda orta aylıq məbləğlər göstərilib və bu göstəricilər birinci yarımilin əvvəlinə nəzərən orta aylıq manatın artım faizləridir. 2023-cü ilin birinci yarımilin əvvəlində yaşa görə pensiyaların orta aylıq məbləği həmin vaxtlarda bütün pensiyaların orta aylıq məbləğindən neçə manat çox olub. Nə var ki bunu yazmağa? 2 dənə tənasüb. Bu 18% artıq olubsa, ilin əvvəlində 100 idisə, indi 118-dir. İndiki göstərici 433-dür. Bəs ilin əvvəlindəki neçədir x? X-i tapırsınız. Bu 17% artıb. İlin əvvəlindəki 100-dürsə, indi 17 artıb 117 olub və göstərici indi 466 manatdır. Burada çarpaz vuraq y olsun. Və salam. Buradan x-i tapırıq, buradan y-i və bunları bir-birindən çıxırıq. 433-ü vururuq 100-ə. Aldığımız cavabı bölürük 118-ə. Bu bizə verir 366,9. Digərində 466-nı vururuq 100-ə, aldığımız cavabı bölürük 117-yə. Bu da bizə verir 398,3 təqribi olaraq. Bunlar arasındakı fərqi istəyir bizdən. Çoxdan azı, yəni 398,3-dən çıxacağıq 366,9-unu. Bu da bizə verəcək 31,4. Təqribi olaraq yuvarlaqlaşdırsaq 31. Bu sualda qanunauyğunluq belədir. Ədədləri, bax, məsələn, sarılara baxın. Sarılar 8-in vurmasındadır. 8-i bir dəfə 1-ə vurur, bir dəfə 2-yə, bir dəfə 3-ə, bir dəfə 4-ə. 8 dəfə 1, 8, 8 dəfə 2, 16, 8 dəfə 3, 24, 8 dəfə 4, 32. M oldu 32. 7-ni 1-ə vurduq 7. 7-ni bir dəfə 1-ə, bir dəfə 2-yə, bir dəfə 3-ə, bir dəfə 4-ə vur. 1-ə vuranda yazıb, 2-yə vuranda yazmayıb. 3-ə vuranda 21, 4-ə vuranda 28. Boz dairələrin, boz şəkillərin içərisində görürsünüz yəni ki. Sonra baxırıq göy olanlara. Göy olanlar 9-un vurmasında. 9 dəfə 1, 9, 9 dəfə 2, 18. 9 dəfə 4, 36-dırsa, 9 dəfə 3, 27-dir. Yaşıl olanlar da 5-in vurmasındadır. 5 dəfə 2, 10, 5 dəfə 3, 15, 5 dəfə 4, 20, 5 dəfə 1, 5. Və salam. Bizdən də nəyə soruşurdu? B plus D plus A plus M. A ilə M-nın cəmindən 37 eləyir. O biriləri 27 ilə də 14-ün cəmidə 41 eləyir. Bunları bir-birindən çıxmağımızı istəyir. 4 alınacaq cavab. Burada verib ki, 2030-cu ilə qədər işçi saylarının 2025-ci ilin analoji göstəricinə nisbətən gözlənilən artım
faizləri verilib. Çox rahat sualdır. Proqram təminatçılarının sayının nəqliyyat vasitəçiləri mütəxəssislərinin sayına nisbətinin 2025-ci ildəkinə nəzərən 2030-cu ilə qədər neçə dəfə artması gözlənilir? Suala baxın. Proqram təminatçıları budur. Nəqliyyat olansa budur. Və bu əgər 100 üzərindən götürülsə 2025-dən 2030-cu ilə. Tutaq ki, mən bunun hər ikisinin göstəricisini 2025-ci ildə 100 götürürəm. 2030-cu ildə nəqliyyat olacaq 48% artacaq olacaq 148. Proqram da 57% artacaq. 100-ün 57% ilə 57 olur. Olacaq 157. Bunların bir-birinə nisbəti neçə olacaq? 157 bölünsün 148. Bərabərdir 1,6. Vəssalam. Bir Nar Mobile mobil şəbəkəsinin sutkalıq internet paketi qiymətləri var. Gündəlik paket üçün 0,73 manat. Günlük paket 1.5 GB paket üçün 1,85 manatdır. Bəzi günlərdə bu paketlərin birindən, digər günlərdə isə o birindən istifadə edən şəxsin ən azı neçə gün ərzində bu xidmətlərə görə ödədiyi vəsait manatla tam ədədə bərabər olacaq. Tam ədəd olması üçün bunun bu qəpikləri var. Qəpikləri olmalıdır, tam çevrilməlidir. Bir şeyə baxa bilərsiniz ki, bu sağ tərəfdə gördüyünüz 1,85-i siz 5 ilə bitdiyinə görə gərək bunu cüt ədədlərə vurasınız. 2-yə vurasınız, 4-ə vurasınız, 6-ya vurasınız, 8-ə vurasınız ki, 10-a vurasınız ki, bu tam ədəd eləsin də. Məsələn, sol tərəfdə gördüyünüz isə 73 qəpik olduğuna görə bunu siz gərək 5-ə, 10-a, 15-ə, 20 elə bir ədədə vurasınız ki, bu tam alınsın. Yəni da qəpik quruş qalmasın. 5-ə vuranda məsələn o gedib axırı 5 ilə bitəcək. Elə bir 5 qəpik məsələsi olacaq orada. Burada minimum cavablardan 12 üzərindən yola çıxacağıq. 12-nin 10-unu 10 gün 0,73 manatdan olanda 10 vur 0,73 7 manat 30 qəpik burada istifadə olunacaq. Yerdə qalır 2 günü. 2 gündə gəlib 1,5 GB-lıqdan, yəni 2 dənə 1,85, yəni 3 manat 70 qəpik də burada istifadə olunacaq. Bunları toplayanda 30 qəpiklə 70 qəpik 1 manat elədiyinə görə cəmi 11 manat tam ədəd alınacaq. Və yaxud belə eləyə bilərsiniz. Cavab oldu 12. Burada 1,5-i məsələn 2-yə vurardınız, sonra 4-ə vurardınız, 6-ya vurardınız, 8-ə vurardınız. Yerdə qalanları, məsələn bura 2-yə vurdunuzsa, tutaq ki, variantlarla baxardınız, burada 28 qalacaqdı. 28-i gərək buna vurardın, yox alınmadı, keç o birisinə. Bu cür yazmaq olar. Amma ki, ən azı dediyinə görə variantlardan ən azını götürüb, ən azını parçalamaqla yazmaq olardı. 0,73-ü də, yəni 5-ə vurur, indi izahını da belə veriblər, 10-a vurur, 15-ə vurur, 20-yə vurur ki, tam ədəd gör hasında alır. 5-ə vurursan, 12-nin 5-nin yerdə qalır 7-si. 7-ni buran vurursan, görürsən ki, tam ədəd eləmir. Sonra 10-u vuranda, görürsən ki, 10-u getdisə, yerində 2-si qalır. 10-u buna vuranda, 2-ni buna vuranda, toplayanda 2-si tam ədəd elirsə, cavab odur. Bu sualda bizə verib ki, 2007-2024-cü illərdə dünya ölkələrinin birlikdə ümumi daxili məhsulların trilyon ABŞ dolları ilə göstəriciləri var. Və burada da bunun göstəriciləri verilmişdir. Deyir ki, Azərbaycanda ümumi daxili məhsulun 2013-cü ildə əvvəlki ilə nisbətən 6%. Növbəti ildə isə bu göstəricidən 4 dəfə az artmışdı. Bu cümləni birazdan xırdalayacağıq. Azərbaycan ümumi daxili məhsulun həcmi 2014-cü ilin 2-ci rübündə 1-ci rübdəkinə nisbətən 19% artıb.
3-cü rübdə 2-ci rübdəşinə nisbətən 1% azalmışdı. Azərbaycanda 4-cü rübdə 3-cü rübdəkindən 4% azalaraq o 14,87 milyard manata çatıb. Və deyir, ABŞ dollarının Azərbaycan manatına nisbəti 0,8-dir. Yəni 1 manatım 0,8 dollara olacaq. Daha doğrusu düzdür. 2012-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun, dünya ölkələrinin ümumi daxili məhsulunun həmin ildə birlikdə həcminin neçə faizinə bərabər olduğunu müəyyənləşdirin. İlk öncə tapmalısınız ki, 2014-cü ildə Azərbaycanda bu dördünün birlikdə göstəricisi nə qədərdir? 2014-cü ildə Azərbaycanda 4 rübə bölünür. 1-ci rüb, 2-ci rüb, 3-cü rüb və 4-cü rüb. Əvvəlkilərə nisbətləri verib, ən sonuncuda bir cümlə vermişdim. Deyir, 4-cü rübdə 3-cü rübə nəzərən 4% azalaraq 14,87 milyard olmuşdu. Əgər bu 3-cü 100% idisə, 4-cü bundan 4% azalıb, 96% olub. 96%imiz 14,87-dir. Keçən rübdəki, yəni 3-cü rübdəkini 100% götürüb çarpaz vururuq. Çarpaz vurub hesablayanda 2014-ün 2-ci rübündə x bizə verəcək 15,4. Təxmin olaraq 15,4. Bunu yazıram bura 15,4. İndi 3-cü rübə baxıram. 3-cü rübündə 2-ci rübdəkinə nəzərən 1% azalmışdı. 3-ə nəzərən də 2-ni tapacam. Demək ki, bu 1% azalıbsa, bu neçə faizi göstərir? Əvvəlki ildəki 100% idisə, bu 99%-ə bərabərdir. 99%-i 15,4-dürsə, keçən rübdəki, ikinci rübdəkini 100% götürüb çarpaz vursaq, bu bizə 15,6 verəcək təxmin olaraq. İkinci rübdə birinci rübə nəzərən 19% artıb. Yəni bu göstərici əvvəlki il 100 olsaydı, bu 19% artıb 119-u göstərirmiş. 119%imiz 15,6-dırsa, birinci rübün miqdarını 100% götürmüşəmsə, çarpaz vurub bunu hesablayacağıq ki, görək hələ birinci rübdə nə qədər olub. Bu da bizə təxmini olaraq 13,1 verəcək. Gözəl. 2014-cü ildə göstəricilər nə qədərdir? 2014-cü ildə Azərbaycanda ümumi daxili məhsulun miqdarını soruşanda bunları toplayırıq. 13,1 plus 15,6 plus 15,4 plus neçə? 14,87. Bu dördünün birlikdə cəmi bizə verəcək təxmin olaraq 59,1 və yaxud da 59,2 də yaza bilərik. 59,2 təxmin olaraq yazdım. Bu 2014-cü ilin göstəricisidir. Başda bir cümlə yazıb. Deyir ki, 2013-cü ildə bu 2014, bu da 2012. 2013-cü ildə əvvəlki ilə nisbətən 6% artıb. 2013-cü ildən növbəti il, yəni 2013-dən 2014-ə bu göstəricidən 4 dəfə az, 6-dan 4 dəfə az neçədir? 1,5% artmışdır. 2014-cü ilin göstəricisi hamısının bir yerdə Azərbaycanda 59,2 idi təxmin olaraq. Bu göstərici 2013-cü ildə neçədir? Gəlin onu tapaq. Əgər 1,5% artıbsa, əvvəlki ilin miqdarını 100 götürsəm, bu 1,5% artıbsa olub 101,5%. Göstərici olaraq da 59,2-dir. Bax, bunu x yazsam, mən buradan tapacam 2013-ün göstəricisini. Çarpaz vurub hesablasaq, bizcə dəqiq hesablayaq. Deməli, bu bizə təxmini olaraq 58,3 verəcək. 2013-ün göstəricisidir bu.
Bunu yazandan sonra biz 2012-ni tapmalıyıq. 2012-yə nəzərən də bu 6% artıbsa, 2013-2012-yə nəzərən 6% artıb. Bu 106% olmalıdır. 106%imiz 58.3-dürsə, əvvəlki ilimizin göstəricisi 100 imiş. Bunu da x götürüb yazsam, çarpaz vurub x-i tapası olsaq, 5830-u böləcəyik 106-ya. Bu da təxmini olaraq 55 də yaza bilərsiniz, 54,9 da yaza bilərsiniz. Təxmini olaraq göstəricini belə yazdım. Bu 2012-nin göstəricisiymiş. Bu göstəricimiz manatla verilib və bizdən də gördüyümüz kimi 2012-ni soruşurdu. Baxın, 2012-nin göstəricisi. Tapdım. 2012-ci ildə Azərbaycanda göstərici 54,9-dur. Amma bunun dünyada olan, yəni ABŞ-a nəzərən müqayisə etdiyinə görə, ABŞ dollarına nəzərən, mən o ədədi, yəni 54,9-u çevirməliyəm dollara. Əgər ki, 1 manatım 0,8, daha doğrusu, bunu dollara çevirəndə mən 1 manatım 0,8 dollarsa, bəs bu ədədim nə qədər olacaq? Bunu biz çevirəndə böləcəyik 0,8-ə böləcəyik, bəli. 0,8-ə böləcəyik ki, görmə hələ bu neçə dollar eləyir. Böləndə bu da bizə təxmini olaraq 68,7 verəcək. Bu qədər dollar 2012-ci ildə Azərbaycanın nəyiymiş? Göstəricisiymiş. Aha. Bu qədər ABŞ dolları eləyəcək. Daha sonra biz nəyə baxmalıyıq? Baxmalıyıq, bəs ümumi ABŞ-da göstərici nə qədərdir? Bunu veribmi bizə? 2012-ci ilin ABŞ-da olan göstəricisi 75,47-dir. 75,47-ni yazırıq. Bir də həmin o ədədimizi 68,7-ni. Baxmalıyıq ki, bu ədəd digər ədədin neçə faizini təşkil edir? Bu ədəd digər ədədin neçə faizini? Əgər bu ədədi 100% götürsəm, onda bunu götürəcəm x%. Çarpaz vurub x-i tapası olsam, bu təxmini olaraq 91% eləyəcək. 91%. O cədvəldə milyon dollarla deyirik. Ona görə Axırda böləcəm. Bu aradakı ədəd təxmini olaraq bizə neçə verir? 9% verir. 9% verirsə, bu da amma şərtə diqqət eləyin ha. Şərtdə bizdən burada ən sonda nə ilə soruşur? Soruşur ki, burada bizə verib ki, biz milyon dollarla işlədik, amma buradakı trilyon dollarlandır. Trilyon dollarlandır. Trilyonu da 9 nədir bu? 9 milyarddır. Biz bunu trilyona çevirəndə böləcəyik 100-ə. Yəni aradakı fərqi. Elə burada da bölə bilərdik və yaxud faizlə də bölə bilərdik. 9-u 100-ə böləndə bu düşəcək təxmin olaraq 0,9. Burada da hesablaya bilərdim ha. Bunları da ədədə çevirib hesablaya bilərdim. Amma elə verilən göstəriciləricə mən 75,47 yazdım. O birində 68,7 yazdım. Hesablayanda aradakı faiz 9 çıxır. 9-u böldüm 100-ə 0,9 alındı. Və yaxud dediyim kimi, mən 75,47 trilyondursa sıfırların arxasına yaza bilərdim. Bu da milyardırsa sıfırların arxasına yazardım, silərdim. Çarpaz vurub x-i tapası olsaydım 0,9 alınacaqdı. Bu sualda toplamasıdır. Baxın. Sağ tərəfdə buna D deyək də. 2 dənə D-ni toplayıb, yəni bu 6 bucaqlını toplayıb, onun yerinə bayraq olan yazıb. Həmin funksiyanı burada baxın. 2 dənəsini toplayıb, yerinə bayraq olan yazıb. Deməli, bunları toplasaq, yerinə bayraq yazmalıyıq. Bayraq yazmalıyıqsa yalnız bu ola bilməz, bu ola bilməz, bu da ola bilməz. İkinci yoxsa 5-ci. İkinci ilə 5-cinin tez fərqinə baxa bilərsiniz. Sol aşağı tərəfdən. Sol aşağı tərəfdəkinin bayraq və bayrağı toplayır. İndi burada bayraqla bayrağı toplayanda D yazıbsa, biz də bayraqla bayrağı toplayanda D yazmalıyıqsa cavab budur.
Digərlərinə də baxa bilərdik ki, məsələn, bayrağı alanda ağla bayrağı toplayır, eləmi? Ağla bayrağı toplayanda bayraq yazıb. Deməli, biz də ağla bayrağı toplayanda bayraq yazmalıyıq.